Gəldik bu ilin son verilişinə. Pis yaxşı 2 gündən sonra 2025-ci ili yola salırıq. Amma elə bil bu 2025 dünən gəlmişdi. Bir göz qırpımında gəldi keçdi. Amma bu gəlib keçənin içində hər şeyi yaşadıq da. Təzə ildən onu istəyirəm ki, birincisi belə tez bitməsin. İkincisi də daha gözəl olsun. Onsuz təzə ildən qanunda dəyişikliklər olacaq. İndi sizin üçün də deyirəm, görün hansı yaxşıdır. 2026-cı ildə evlərini kirayə verən şəxslərin vergi dərəcəsi 10% azaldılır. Media subyektləri üçün nəzərdə tutulan vergidə olan güzəştlər daha 3 il uzadılır. Tütün məmulatlarının aksiz vergiləri artırılır. Bu o deməkdir ki, siqaretin qiyməti qalxacaq. Azərbaycanda istehsal olunan maşınların satışı 10 il vergidən azad edilir. Bu arada çeklərdə ƏDV vurursunuzsa, bax o gözəllik salonları və kosmetoloji mərkəzlərə də şamil olunacaq. Artıq təxmin eləyə bilirik ki, təzə ildən bizi nə gözləyir? İlk görəcəyimiz iş siqareti tərk etməkdir. Candan da qabaq cibə xeyirdir. Çünki bu siqaret arta gedir. Bunu əvvəl-axır tərk etməliyik ya yox? Nəysə, qaydaq yeni il mövzusuna. Uşaqlıqdan yeni ili qarşılamaq üçün yeganə istəyimiz olub ki, yeni il günü qar yağsın. Qar da deyir ki, məni öldür, mən yeni il günü Bakıya yağmayacam. Yanvarın 5-i yağıb hər yeri iflic eləyəcək. 31 dekabr yağmır ki, yağmır. Ölkənin demək olar ki, hər yerinə qar yağıb. Hər yerinə deyəndə dağ və dağ ətəyi rayonları nəzərdə tuturam. Bax, bir dənə bu gözəlliyə baxın. Hansısa filmdən kadr deyil, Ordubaddır. Necə də gözəl görsənir, nağıl kimi. Təkcə nağıla dönən Ordubad deyil, Qəbələnin də görüntülərinə baxın. Həqiqətən gözəllik göz oxşuyur. Gecikmədən sizə Kəlbəcəri də göstərim. Orada qartopu oynayan insanlara baxın. 30 ildən sonra yağmış ən gözəl qar budur. Ölkədə əsl qış havası hökm sürür. Bizim Laplandiyadan tək əksi tərəfimiz odur ki, biz bu havada maşın sürə bilmirik. Sürə bilmirik deyəndə ki, yay təkəri ilə sürmək istəyirik. Biz yol maşınını yolsuzluq maşını kimi istifadə etmək istəyirik. Bunun da fəsadları çox ağır olur. Qar görmək istəyənlər məcbur üst tutublar dağlıq rayonlara. Amma orada getməyə cəsarət tələb edir. Qusarda bir maşın təkərində zəncir olsa da çətinlik yaşayıb. Lazanın padyomudur dostlar. Bir dənə şey qalıb burada. Görək. Ya Allah. Ümumiyyətlə Şahdağda bu aralar gəzmək ürək istəyir. Çünki orada dayanacaqda maşın saxlamağın 1 saatı 5 manatdır. Şahdağa gəlmişik. Parkovkanın 1 saatı 5 manat. 2 saatı 10 manat, 24 saat 15 manat. Bomba kimi. Yeni ildən bizi nələr gözləyir? Hazır olun. Dəhşət. Heç Bakıda belənçi qiymət yoxdur. 5 manat 1 saat. İcarəyə maşın götürəndə heç saatı 5 manat eləmir. İnsaf da dinin yarısıdır. Qar yağıb deyə qiymətləri belə eləmək lazımdır. Şahdağda dayanacağına o qədər pul verən adam otelinə, yeməyinə nə qədər pul verir? Belə başa düşürəm ki, Laplandiyadan qiymət fərqimiz də yoxdur. Otelin gecələmə qiymətini hardasa başa düşmək olar. Amma bu dayanacaq absurddur. Bu maşın məsələlərində çəkdiyimiz nədir görəsən? Əhməd Rəzəbli küçəsində düz yolun ortasında olan armaturu görmüsünüz? Yolun ortasında belə sürprizlərlə qarşılaşırsın. Armaturun duruşuna bax. Karobka, radiator, bufer, hamısı sıradan çıxdı. Hara şikayət edir, hansı quruma deyir? Bunu kim, hansı ağlına bura qoya bilər? Bir maşın bu dəmirdən ziyan görüb. İndi bu ziyanı kim ödəyəcək? İnsan nə qədər dəli olmalıdır ki, bunu eləsin? Bu insan ölümlərinə səbəb ola bilər. Buna bir avtobus dəysə, açsa, kim cavabdeh duracaq? Biz bu adamları köhnə ildə saxlaya bilərik. Onlar bizlə təzə ilə gəlməsin. Təzə ili sakit, başımız dinc keçirdək. Tək biz yox, bütün insanlığa bunu arzu edirəm. Müharibələr bitsin, insanların aqressiyası sona çatsın. Bu arada bir xəbər də nəzərinizə çatdırım ki, Rusiya-Ukrayna müharibəsində iştirak edən Azərbaycan vətəndaşları məsuliyyətə cəlb olunacaq. Özdə elə belə məsuliyyət yox ha. 8 ildən 20 ilə qədər və yaxud da ömürlük həbs gözlənilir. Nənələrimizin sözü var, sənin orada nə işin var idi? Bax, onu qayda-qanunla hamıdan soruşacaqlar. Mən isə təzə ildən bütün dünyaya əmin-amanlıq arzu edirəm. Sizin təzə ildən nə gözləntiniz varsa, yazın, hamısını oxuyacam. Kimin gözləntisi baş tutsa, onu bura qonaq gətirəcəyik. Yeni iliniz mübarək.